Adam efir açıb oturub gece gündüz İsrailin təbliğatına aparır. Gece gündüz İsrailə yaltaqlıq eləyir. Ay sən dəlisən, xəstəsən, sənin ağıl durman var. Belə sən nəsən sən? Belə mübarizə olur. Hə? Heç bir baxın görün bir dənə İsrailli bizə yaltaqlıq eləyir. Heç bir baxın görün gece gündüz İngiltərə bizim dalımızdadır. Krallıq ailəsi məni hakimiyyətə gətirəcək. Özünə bloğa girdi. Ha bir bax görün İngilisin biri gəlib sənin yanında durub sənə yaltaqlıq eləyir. Bir baxın görün onlar bizə yaltaqlıq eləyir. Siz niyə yaltaqlıq eləyirsiniz? Siz kimlə öyrənmişsiniz? Hani bir müstəqil idiniz? Hani bir düz adam idiniz? Siz niyə yaltaqlıq edirsiniz? Hə? Və yoxdur, nə bilim, o birisi olsun. Durub Rusa yaltaqlıq eləyir. Bir dənə Rus bizi tərifləmir, yanımızda yoxdur. Yəni, yaltaqlıq eləmir. Görə bilmirəm. Ancaq bunlar yaltaqlıq eləyir. Hə? Mən deyirəm o belə, yaltaqlığı yığışdır. Xilas olmaq istəyirsənsə, yaltaqlığa son qoy. Son qoy, son. Bitir bu yaltaqlığı. Müstəqil ol tam. Hə, ola bilər. İngilisi, İsraili, İranı, Rusu maraqlarına xidmət eləyər, eləməz. O ayrı bir şeydir. Bunun haqqında danışarsan, tənqid eləyərsən, tərifləyərsən, bu ayrı bir şeydir. Təbliğat nədir? Təbliğat nədir? Sən kimə xidmət eləyirsən? Təbliğat nədir? Hə? Məsələ bu, əziz dostlar, əziz qardaşlar. Bəzən deyirsiniz, Rafael tək qalmışam. Buna görə tək qalmışam. Nə bə? Mən adamları çağırırım ki, yaltaq olma, tula olma, it kimi quyruq bulama. Gəl müstəqil ol, xalqa müstəqil olmaqla nümunə ola bilərsən sən. Götə girməklə, İsrailə yaltaqlıq eləməklə, nə bilim, İngilisə yaltaqlıq eləməklə, Rusa, İrana yaltaqlıq eləməklə bu millətə nümunə ola bilmərsən. Qəşək-qəşək danışa bilərsən. Başa düşdün, amma nəticə verməyəcək. Nəticənin verməni istəyəcəksə dürüst olasın. Bir izdə olasın sən. Bitti. Sən İsraili müdafiə edirsən, İranı düşmən göstərirsən. İranı müdafiə edirsən, İsraili düşmən göstərirsən. Nə bilim, Rusu müdafiə edirsən, İranı düşmən göstərirsən. İranı müdafiə edirsən, Rusu düşmən göstərirsən. Qardaş, sən bütün bölgəli, qonşu ölkələr bizə düşmən göstərsən, sonra da deyirsən, gəl təşkilatlara xilas olaq. Necə xilas olacaq? Sən hamını düşmən göstərdin bu xalqa. Sonra da biz təşkilatları İlham Əliyevə qarşı necə savaşaq, necə xilas olaq bundan, necə buna qarşı nədir, mübarizə aparaq, necə? Axı sən bütün qonşu ölkələri bizə düşmən göstərdin. Onlar da bundan istifadə edib bizə imkan verməyəcəklər ki, biz Əliyev rejimini devirək. Başlayacaqlar bizə saldırmağa. İndi güya siz siyasət aparırsınız, hə? Güya siz müstəqil adamsınız, baş ağıllı adamsınız güya. Mən deyim ki, düşmənçilik siyasətinə son qoyaq. Özümüz, xalq, sən, mən müstəqil olaq. Burada nə var ki? Müstəqil olaq. Tənqid də deyirəm, tənqid eləyərsən, tərq eləyərsən, İsraili, İranı, Rusu, bu ayrı bir şeydir. Mən də deyirəm arada, görürsünüz? İranı da, Rusu da, nə bilim, İsraili də deyirəm, tənqid eləyirəm, tərqlədiyim də olubdur. Amma bunun təbliğatını aparmaq nə deməkdir? Yəni, nə maraq daşıyır, niyə bunu eləyirsiniz ki? Nədən hər gün biriniz İsrailin yanında durub İranı düşmən göstərirsiniz, biriniz İranın yanında durub İsraili düşmən göstərirsiniz. Bununla biz nə qazanırıq ki? Güya biz dost qazanırıq onlar özümüzə. Hə? O da yığışdırın da bu düşmənçiliyinizi. Sonra da deyilir, gəlin müstəqil olaq, təşkilatlanaq, bir yerə yığılaq, Əliyev rejimindən xilas olaq. Qardaş, necə xilas olacaq? İranı düşmən göstərdin, İsraili düşmən göstərdin, Rusu düşmən göstərdin. Bu düşmənlər bizə imkan verəcək meydana tökülüb Əliyev rejimini devirməyə. İmkan verəcək. Hamını düşmən elədiniz bizə. Yığışdırın bu siyasəti. And olsun, Allah son qoyun bu siyasətə. Valla. Xilas olmaq istəyirsə son qoyun bu siyasətə. Bax, mən bunu dediyim üçün bunlar mənə qarşı alçaqlıq elədilər. Əllərindən gələn cındırlıq elədilər. Eləsinlər. Aləmlərin Rəbbi olan əziz Allahım mənləndir. Eləsinlər, qoy eləsinlər. Neynək?